Azərbaycanda işsiz qalan vətəndaşların bir qismi işsizlik sığortası ala bilər. Lakin bu ödəniş bütün işsizlər üçün nəzərdə tutulmayıb. Məsələ ilə bağlı tez-tez işsizlik sığortası ilə işsizlik müavinəti anlayışları qarışdırılır. Mütəxəssislərin sözlərinə görə işsizlik sığortası yalnız rəsmi əmək müqaviləsi ilə çalışan və istədiyi müddətdə işsizlikdən sığorta fonduna ödəniş edilən şəxslərə verilir. Şəxs işdən azad olunduqdan sonra müəyyən şərtlər daxilində aylıq ödəniş ala bilər. Məbləğ isə onun əvvəlki əmək haqqına uyğun hesablanır və qanunvericiliyə əsasən müəyyən müddət ərzində ödənilir. Qeyri-rəsmi işləyənlər, sığorta haqqı ödənilməyən şəxslər və ya tələb olunan sığorta stajını toplamayan vətəndaşlar bu hüquqdan yararlana bilmirlər. Bu səbəbdən də sistem bütün işsizləri əhatə etmir. Nəticə, işsizlik sığortası sosial yardım deyil, sığorta mexanizmi əsasında formalaşan ödənişdir. Yalnız əvvəlcədən fonda ödəniş etmiş şəxslər işsiz qaldıqda bu hüquqdan istifadə edə bilirlər. Buna görə də rəsmi məşğulluq gələcək sosial təminat baxımından mühüm əhəmiyyət daşıyır.